Gəlin fəlsəfənin nəhənglərindən birinə, İmmanuel Kanta başvuraq. Kantın dövründə, yəni maarifçilik dövründə, bax bu sual böyük bir intellektual böhran yaratmışdı. Yəni, hər şey sadəcə bir zəncirvari reaksiyadırsa, bəs bizim azadlığımız, əxlaqımız harda qalır? O, bu problemə bir memar kimi yanaşdı. Elm və azadlığın birgə mövcud olduğu bir sistem qurmaq istəyirdi. Onun həlli isə fəlsəfədə Kopernik inqilabı adlandırdığı inqilabi bir fikirlə başladı. Deməli, bizim ağlımız dünyaya yox, dünya bizim ağlımıza uyğunlaşır. Necə? Beynimizdəki proqramlarla. Bu, bizim bilə bildiyimiz fenomenal dünyadır. Yəni, reallığın ağlımızdan süzülmüş versiyası. Amma o düşünürdü ki, hisslərimizin çatmadığı bir dünya da var. Dərk edilməz, nominal dünya. Yəni, elmin sərhədlərini çəkməklə o azadlıq və əxlaq üçün toxunulmaz bir məkan yaratdı. Bax, bu bölgü onun bütün planının əsası idi. Məqsəd isə universal bir əxlaq sistemi qurmaq idi. Yaxşı, bəs təbiət qanunlarından qorunan bu azadlıqla nə etməliyik? Necə düzgün davranmalıyıq? Onun cavabı hərəkətlərimiz üçün tək bir qayda oldu. Kategorik imperativ. Bu, ən məşhur formuladır. Mürəkkəb səslənə bilər, amma əslində hərəkətlərimiz üçün güclü bir testdir. Bu əslində nə deməkdir? Gəlin sadə bir testlə baxaq. Bir hərəkət etməzdən əvvəl düşünün. Əgər hamı belə etsəydi, bu qayda ümumiyyətlə işləyərdi mi? Kant üçün nəticə önəmli deyil. Tək vacib olan niyyətdir. Yəni sırf vəzifə borcundan irəli gələn hərəkət. Və qanunun ikinci təməl prinsipi insanlığa heç vaxt vasitə kimi yox, hər zaman məqsəd kimi yanaş. Beləliklə, Kant elm və əxlaq dünyasını, yəni maarifçiliyin ayırdığı iki aləmi yenidən birləşdirdi. Deməli, bir yanda səbəbiyyət qanunları var, digər yanda isə ağlımızla anladığımız azadlıq və əxlaq. Amma bu sistem sadəcə nəzəriyyə deyildi. Kant inanırdı ki, bu yolla universal sülhə çatmaq olar. Bəs Kant bugün niyə vacibdir? Çünki onun fikirləri müasir hüququn və etikanın təməlindədir. Kant bizə daha yaxşı bir dünya üçün bir plan qoyub. Bəs bizim orta zəkamız bu planı reallaşdırmağa yetərmi?